Mən Vüsal Kəlbəcəri bu günlərim yenə də haqqını tələb edən bir Kəlbəcər vətəndaşını sizlərə təqdim eləmək istəyirəm. Qaçqınlar Komitəsindən və o cümlədən cənab prezidentimiz İlham Əliyevdən və o cümlədən baş prokurordan öz haqqını tələb edən bir vətəndaşı sizlərə təqdim eləmək istəyirəm. Adınız, soyadınız? Yusifov Rafiq Məhəmmədoğlu, Kəlbəcər rayonundan. Əsas istəyiniz, arzunuz nədir, nə tələb edirsiniz? Tələbim odur ki, mənə qarşı olmuş dələduzluğun araşdırılmasını. Mən dəfələrlə bütün dövlət qurumlarına müraciət eləmişəm. O Konstitusiya məhkəməsinə qədər müraciət eləmişəm. Mənim bütün sənədlərim yoxlanılıb. Milli Məclisdə müraciət eləmişəm. Orada da yoxlanılıb. Məndə bir dənə saxta sənəd yoxdur. Ancaq mənim adımdan saxta ev alıbdılar, kiməsə veriblər Bərdə rayonunda. Məni həmin rayona qeydiyyata salıbdılar, xəbər vermədən, heç bir məlumat vermədən. Mən 2005-ci ildə miqrasiya ilə Bərdə rayonundan köçmüşəm Abşeron rayonuna. Və Xırdalan ət kombinatında qeydiyyatda olmuşam 2014-ə qədər. 2014-də Kəlbəcərin işğal günü mənim evimi Kristal Abşeron söküb, məni aldadıblar ki, sağ ev verəcəklər. Bu günə qədər ev verilməyib və mənim adımdan saxta araçlar düzəldib, tanımadığım bir şəxs mənə zəng edib, telefon nömrəsində istəyirsiniz müraciət edeyim, deyim sizə. 050 277 95 32 nömrəli. 277 95. Həmin nömrəyim, bəli, 32. 95-32. Həmin nömrə mənə zəng edib ki, sənin araşdırma gedir, mən apellyasiya məhkəməsinin işçisiyəm. Sonradan məlum oldu ki, heç bir apellyasiya məhkəməsinin işçisi deyil o, tanımadığım, bilinməyən bir nəfərdir. Araşdırma getdi, Abşeron rayon arayışı vermiş 5 nömrəli jekdə araşdırma gedən zaman məlum oldu ki, həmin adam bilinməyən bir şəxsdir, gəlib mənim adımdan saxta arayışı alıb aparıb. Və həmin saxta arayışı bir tək o yox, Abşeron rayon Qaçqın Komu və Dövlət Qaçqın Komunun da şöbə müdürü işləyən Sənan tərəfindən də saxta arayış verilibdir ki, bu adam Bərdə rayonunda qeydiyyatdadır. Bu odur. Ancaq mənim kommunallarım və bütün qeydiyyatlarında, arayışlarında göstərilir. 12-ci ildən 2022-ci ilə qədər bütün arayışlarımda var ki, mən Abşeron rayonunda qeydiyyatdayam, ailə üzvlərimlə birlikdə. Və vəsiqələrimin hamısı Abşeron rayonuna aiddir. Abşeron rayonundan almışam. Qeydiyyatı da 2022-yə qədər Abşerondadır. Ancaq 2022-dən mənim xəbərim olmadan çıxardıb salıblar Bərdə rayonuna qeydiyyata. Amma bilmirsiniz ki, Bərdədə harda deyil. Bəli, Bərdədə getmişəm, Bərdədə rayon Qaçqın Komuna müraciət eləmişəm. Mənə deyib ki, Qarabağ qəsəbəsində sənin evin var. Demişəm, dur gedək göstərim, heç olmasa bilim ki, mənim evim hansıdır. Bunlar da hörmətli izləyicilərimiz. Bunlar deyil. Məndə hardasa 9 kiloya qədər saxta sənədlərin sübutları var. Ancaq prokurorluq da, Abşeron prokurorluq araşdırmadan imtina edir. Məhkəmə, ali məhkəmə də mənim işimə baxılması üçün 3 il vaxt qoymuşdur. Həmin 3 ildə tamam olur. Orada göstərir ki, saxtakarlığı etmiş şəxslər, vəzifəli şəxslər olduğuna görə prokuror araşdırmalıdır, polis yox. 2 il polis şöbəsində yatıbdır, heç bir araşdırma getməyib. İndi də Abşeron prokurorluğundadır. Heç bir yenə də bir dənə araşdırma, heç bir araşdırma aparılmayıb. Bir dənə özümün icra hakimiyyətindən 5 nömrəli jektin müdürü tərəfindən verilmiş arayışın həqiqətən saxta olduğu məlum olub. Mənim də əleyhimə verilmiş qərarda. Bu arayışdır. Bəli, bu arayışdır. Abşeron rayonu budur. Odur. Bir neçəsi var orada. Yazılır ki, texniki səhvə yol verilir. Bəli, həqiqətən də bax, yaxından çəkəcəm. Mənim də əleyhimə verilmiş qərar bu iki, bax, bu arayışla bu arayışlar əsasında. Bizim istəyimiz birbaşa cənab prezidentimizdən, Ali Baş Komandamızdan, o cümlədən də Qaçqın Komundan bu insana, vətəndaşımıza dəstək olunmasıdır. Bizim başqa istəyimiz yoxdur. Bizim cənab prezidentimiz İlham Əliyev hər dəfə deyir ki, dövlət məmurları yerdəki vətəndaşlara düzgün xidmət göstərir. Və biz inanırıq ki, bu çəkilişdən sonra bu çəkiliş bir dəfə olmayacaqdır. Lazım olacaq bir neçə dəfə olacaqdır. Və xahiş edirəm, bu sənədləri mən çəkəcəm indi hamısını və birbaşa onları da işıqlandıracam. Və xahiş edirik ki, birbaşa bizim cənab prezidentimiz göstərişi ilə inşallah Rövşən Rzayev də, Sənan müəllim Bərdə rayonunda oturur. Yox, xeyr. Qaçqın Komunun şöbə müdürü. Şöbə müdürüdür. Bəli, Rövşən Rzayevin müavini. Bəli, budur, burada göstərir. Və saxta sənədi verir. Bu da verirsə ki, Bərdə rayonunda məhkəməyə verirsə ki, Bərdə rayonunda qeydiyyatdadır. Ancaq mən aldığım araçlarda hamısında göstərir ki, Abşeron rayonunda qeydiyyatdadır. İndi sizin istəyiniz odur ki, əsas bu evlər veriləndə
nə bilim hansısa bir qaçqınlıqla bağlı sizə sənəd verilsin ki, siz harda qeydiyyatdasınız? Harda qeydiyyatda? Bir də ki, mən səhər Kəlbəcərə gedəsi olsam, mən o qaçqın komanda ev alıb verməliyəm ki, mən evi təhvil verim ki, çıxım gedim. Mənim adıma onu mən Bərdər rayon qaçqın komu deyir ki, yuxarıdan müalicən gedib, belə deyirlər, mən də elə yazıb vermişəm. İnşallah. Yəqin ki, inşallah adəti olan orqanlar dəstək olacaqdılar. Biz inanırıq ki, Rövşən Rzayev də inşallah tapşırıq verəcəkdir Sənan müəllimə. Hər birinə tapşırıq verəcək bu işə, bu işin açıqlamasını və olan xeyri mən sizə açıqlayıb inşallah çəkəcəm. Təşəkkürlər. Mən sizin hər zaman biz xidmətinizdəyik. Allah canınızı sağ eləsin. Çox sağ olun. Yaxşı ki varsınız. Yaxşı ki bizi kimi savadsızların heç olmasa az da olsa qeydinə qalırsınız. İnşallah mən misal Kəlbəcərdə nə vaxta qədər gedəcəm, o vaxta qədər gedəcəm. Eşq olsun cənab prezidentimizə, eşq olsun birbaşa dövlətimizə sadiq olan insanlara. Təşəkkürlər minnətdaram.